birləşmələr mövzusudur. İmtahandan öncə bu mövzunu da bir gözdən keçirsəz pis olmaz. Çünki buradan demək olar ki, 2 sualınız gələcək. Əvvəlcə işarələrlə tanış olaq. İşarələrdən nələr deyə bilərik? Məsələn, baxın bu görürsünüz elə deyil, A yazılır. A-nın içində olan hədlərə, bunlara komple olaraq üçlü birləşmə şəklində, ikili, birli və tək-tək. Bunlar onun elemanlarıdır. Elemanıdır işarəsi də bu formadadır. Mən bunu da belə yazsam A-nın elemanıdır. Fikir versəz A-nı bir də parantezin içərisində yazıb, fiqurunu parantezin içində yazıb. Bu da A-nın elemanıdır. İkisi də doğru ifadədir. Amma məsələn, mən götürsəm, burada fikir versəz, B təkcə bu formadadır, amma parantez içərisində yoxdur. Mən götürüb parantez içində B yazıb, daxildir A yazsam, bu daxildir işarəsidir. Bu doğru bir ifadə deyil. Çünki A sadəcə bu formada tək halda mövcuddur və parantez içərisində fiqurunu şəkil olaraq daxil deyil. Bunları qarışdıranlar üçün belə deyim də, siz içəridə necə görürsünüzsə o formada götürüb düşünməlisiniz. O formada, verildiyi formada A-nın elemanıdır. Tamam mı? Bir də burada elemanı deyil ifadəsi üçün mən bu şəkildə üstündən xətt çəkməliyəm. İkinci halda alt kümə teması var idi. Alt kümə nədir? Baxın, görürsünüz A-nın içində olan bir şey. Belə düşünün də, siz bir ailəsiz, 5 nəfərlik bir ailənin hər bir həddi, onun içindən götürüb yeni qruplaşmalar yaratsam, onun alt küməsi adlanır. Yəni, mən ürəyim istəsə, tutaq ki, buradan A-nı, B-ni götürürəm, sadəcə bu formada A-nı, B-ni götürüb, bu formada yazılış yazsam, bu işarənin mənası alt kümədir deməkdir. İndi deyəcəksiniz, müəllimə, burada bu formada da var, o necə olacaq? O artıq onun elemanıdır. Baxın uşaqlar, iki ifadənin ikisi də doğrudur. Əslində, söhbət bundan gedirsə, bu ifadə doğrudur. Yox, amma söhbət bunlardan yaratdığım qruplaşmadan gedirsə, onda da bu ifadə doğrudur. Amma mən götürüb, söhbət bundan geçsəydi, atıram A-B tək halda mövcud olmasaydı, mən ondan belə bir şəkildə alt kümə yarada bilməyəcəyim üçün, mən uşaqlar bu fiqurlu mötərizəni əziyyət çəkib təkrar bir də fiqurlu mötərizənin içərisinə almalı idim. Ancaq bu halda A-nın alt küməsi ola biləcəkdir. Aynı oldu, bunu qarışdırmayın. Yəni, mövcud olduğu formada mənim elemanımdır, amma mən onu alt kümə formasında A-nın içinin, yəni alt küməsi olduğunu göstərmək istəyirəmsə, onu bir ekstradan təkrar parantez içinə almalıyam. Bu formada yadda saxlaya bilərsiniz. Uşaqlar, kombinzon, yəni matematik hissəsində permütasyon, kombinzon, ehtimal nəzəriyyəsi olmadığı üçün, burada birləşmələr nəzəriyyəsi düşmədiyi üçün bizim suallarımızda sadəcə alt kümə və öz alt kümə temaları keçərlidir. Yəni, seçimlər lazım olmayacaq. Məsələn, sual gəlməyəcək sənin. Məsələn, A-nın alt kümələrindən kaçında A elemanı bulunur, B bulunmaz tipli sorular artıq yoxdur. Amma nə düşə bilər? Məsələn, A-nın alt kümələrinin sayını soruşar. N elemanlı bir kümənin 2 üstü N sayda alt küməsi var. Bunların içində bir elemanlar, 2, 3 kombinzonların toplamıdır. Binomun yığılışı da, yəni toplamıdır uşaqlar bunlar. Yığılmış bir versiyanı. 200 N şəklində alt kümə var. Alt kümə. 200 N sayda alt kümənin içərisində boş kümənin özü də daxildir. A küməsinin özü də daxildir. Məsələn, bizim indi saysaq 1, 2, 3, 4, 5, 6 dənə elemanımız var. Elə deyil. A küməsinin 6 elemanı var. Onda neçə dənə alt küməsi var deyəndə 2 üstü 6. Yəni sən deyəcəksən 64 dənə alt küməsi var. Bu formada deyə bilərik. Bir də var öz alt küməm. Öz alt küməm dediyimdə özümdən başqa hamısı. Əgər 2 üstü N-in içərisində özümlə daxil idimsə, onda qaytarıb 2 üstü N-dən 1 çıxsam, öz alt küməm alaram. Öz alt kümə sayısı. Tamam mıdır? Bu formada yadda saxlayacaqsınız. Həqiqətən də bu düsturun, yəni minimalist olaraq niyə bu formada olduğunu bir dənə isbat eləyək. Məsələn, özümüzdən belə bir şey yazaq. 1, 2, 3 yazaq. İlk dəfə kümə dərsindən, yəni dim sistemində çoxluqlar mövzusuna 5-ci sinifdə, tam versiyada isə 9-cu sinifdə tanış olmuşsunuz.
Baxın, mən birinci sual verirəm. Bunun alt kümələrini, bir elemanlı alt kümələrini düzəltsəm, 1, 2, 3. Əslində bu kombinezon 3-dən 1 ilə hesablanır. 2 elemanlıları tapsam, 1, 2, 1, 3 və 2, 3 şəklində qruplaşmalar yaratdım da kombinezon 3-dən 2 ilə tapılacaqdır. Və özü kombinezon 3-dən 3, 1, 2, 3 elemanlı alt kümələri. Bir də dedik ki, boş kümə, heç bir elemanı olmayan küməyə boş kümə deyilir. Yəni 0 elemanlı bir kümə kimi düşünə bilərsiniz. Boş kümədə istənilən kümənin alt küməsidir. Onda toplamda baxsınız 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə alt kümə oldu. Həqiqətən də neçə elemanlıydı? 3 elemanlıydı. 2 üstü 3 də bizə 8 verir. Öz alt desəydi neçə götürəcəkdik? 7 götürəcəkdik. Özümüzdən başqa, belə deyək, özümüzdən başqa yerdəkiləri götürəcəkdik. Bu formada tapıla bilər. Bu anlayışları verdikdən sonra bu səhifə komple ondan danışır. Uşaqlar, sonra kümənin verilməsinin forması var. Kümələr bu formada verilə bilər, Venn diaqramların köməyi ilə verilə bilər. Baxın, bunu tərcümə eləməyə çalışsaq, o deməkdir ki, A-nın elemanları, baxın, A-nın elemanları x-lardır. Hansı ki, o x-lar doğal sayılardır və x-in şərti də bu şərti ödəməlidir, yəni bu aralıqda olmalıdır. Doğal sayıda nədən başlayırdı? 0-dan başlayırdı. 0, 1, 2, nöqtə, nöqtə, 10 qiymətini alır, eşitsizlikdən sonra bunu bilirik. Sonuncu 9-da dayanırıq. 0-dan 9-a qədər neçə ədəd olacaq? 10 dənə ədəd olacaq. ENA nə deməkdir? Kümənin elemanlarının sayı deməkdir. Onda bizim də cavabımız buradan 10 olacaqdır. Bu formada hesablanır. Yəni diqqətli olmaq lazımdır. Məsələn, burada tam olmasın deyə. Bu şeylərə diqqət edin uşaqlar, bu nüanslara diqqət edin. X-in kvadratı 32 olmalı. Bir şeyin kvadratının 32 olması üçün, təbii ki, o negativ də ola bilər. Elə də kök alacaqsınız hər tərəfdən. Ondan bizə nə verəcək? Pozitivlərdən 1, 2, 3, 4, 5, 6-ya qədər, 6 olmur. 6-nın karesi nə olacaq? 36 olacaqdır. Sonra 0 var. Bir də bunların eyni qayda, bir də negativ versiyaları var. -1, -2, -3, -4 və -5 versiyaları var. Onda toplamda 5 buradan, 5 buradan, 1 də buradan, cavab 11 dənə eleman olacaqdır. Bu formada işlənir. İndi gəlin belə bir şey deyim. Məsələn, bunları tərcümə eləyəndə bunların işlənməsinin 2 halı var. X-in elemanları, yəni A-nın elemanları x-lardır. O x-lar ki, 3-ə bölünənlərdir. Bunda və onlar tam ədədir. Yəni K-yə tam versəz, o tam olacaq. Elə deyil, 3-ə bölünən tam ədədlər. Belə deyil, üçün qrupları, misilləri olmalıdır. Burada terim sayından hesablaya bilərsiniz. İlk hədd nədən başlayacaqdır? 4-dən sonra 6, 9 bu formada gedəcəkdir. 168-in özünə baxsaz bu qiymət alır və 168 bölünür. Terim sayına görə 168-dən 6-nı çıxıb artış miqdarı 3-ə bölüb üstünə 1 gələrək də eni tapa bilərsiniz. Və yaxud uşaqlar bu sayın tapılmasının terim say metodundansa başqa bir metod daha deyim. Bu şey zaten 3-ə bölünən bir ədəddir. Elə deyil, yəni sən K-ların sayını tapırsan. 3K-nı götürüb X-in yerinə əvəzləmə ilə, yəni sən K-ya neçə dənə dəyər verə bilirsən, tam neçə dəyər verə bilirsənsə, sənin sayın zaten onu verəcək. Oradan məsələn 3K-nı qoyacaqsınız bura, bura 4 olacaq, bura 168 olacaq. Eşitsiz işləmək bacarıq, hər tərəfi götürüb 3-ə böləcəkdik. K da buradan olacaqdır, 4 bölü 3. Buradan da böləndə 168 bölünmüş 3. İndi tam qiymətlərinə baxsaq, 1 tam 3-də 1-dir. K burada ortada qaldı. Digər tərəfdən böldükdə isə 56 qaldı. Demək ki, K-nın ala biləcəyi qiymətlər 1 tam 3-də 1-dən sonra, yəni 2-dən başlayır, sonda 56-da bitir. Normalda 1-dən başlasaydı 56 dənə hədd olacaqdır, elə deyil. Amma 1 çatışmadığı üçün deyirsiniz 55 dənə həddimiz var. Bu belə. Yəni misalın cavabı olacaqdır 55. Bu misalda buradan hesablasaz yenə cavabı 55 tapacağız. Yəni demək istədiyim odur ki, terim sayını tapmaq əvəzinə elə birbaşa K-nı tapsaz, elə eyni şeyə gəlir. Burada da götürüb məsələn 2K qoyacaqsınız. 2K 7 ilə 71 arasında olacaq. Hər tərəfi 2-yə böləcəksiniz. Bura 3,5 verəcək. 71-in də yarısı 35,5 verəcək. Bu arada yerləşən tam ədədlər 4-dən 35-ə qədər olan. Normalda 35-ə qədər 35 hədd var, öndə 3 hədd çatışmadığı üçün deyirsiniz ki, 32 dənə hədd var. Bu formada rahat bir versiyada işləyə bilərsiniz. Bunlar belədir. Sonra uşaqlar, bu işarənin mənası nədir? Bu A çıx B deməkdir. Gəlin mən sizə belə bir şey deyim. Kümə işləyəndə çalışın misalı Venn diaqramları çəkin. Venn diaqramları çəkəndə otomatik görmək və doldurmaq çox asan olur. Baxın, Venn diaqramları çəksəydim 2 dənə. A və B-ni çəkdim, tamam mı? Burada bu hissə yalnız A-da var.
Bu hissə, yəni baxın, bu hissə yalnız A-ya aiddir. Bu hissə yalnız B-yə aiddir. Bu hissədə A-da var, B-də yoxdur. Bu A çıx B deməkdir. A-nın B-dən fərqi. Tamamıdır? Bu hissə isə yalnız B-yə aiddir, A-da yoxdur. A-nın, bu hissə B-nin A-dan fərqi adlanır. Bu şəkildədir. Ortada isə biz bilirik ki, elə uşaqlıqdan bilirik, bunun çox tətbiq olunan bir qaydadır. Ortada hər ikisinə aid olan eleman sayı yazılır bu formada. İndi fikir versəz, əgər mən A çıx B-dəki eleman sayısını axtarıramsa, demək A küməsindən, baxın bu dairənin içərisindən ortanı götürüb neynəməliyəm? Baxın bu orta hissəni götürüb silsəm, onda mənə hansı hissə lazım olacaq buradan? Buradan mənə lazım olan bölmə bu bölmə olacaq, elə deyil. Yəni bu bölməni axtarıram, baxın bu bölməni axtarıram. Demək ki, mən neyəcəm? Əvvəlcə A-da neçə dənə eleman olduğunu tapacağam. Ortada kim var? Həm A-ya, həm B-yə aid olanlar var. Yəni A neçəyə bölünənlərdir? 2-yə bölünənlərdir. B 3-ə bölünən olduğuna görə ortada həm 2, həm 3-ə bölünən ədədlər neçəyə bölünəcək onda? Bəli, ortaya 6-ya bölünənlər yazdım. Yəni ortadakılar 6-ya edir. Yəni mən bütün 2-yə bölünənləri tapıb ondan 6-ya bölünənləri çıxacam. Aydın oldu. İndi mən götürürəm burada x kiçikdir 100-dən, 2-yə kiçikdir onda. Demədim, 2-yə bölünənsə 2-yə apar yerinə qoy. Kiçikdir 100-dən, onda en kiçikdir 50-dən. N-də burada şərt verib, baxın necə sayıdır? Pozitiv sayıdır. Demək ki, pozitivsə, N-ə 49 dənə qiymət verə bilər. Bu 49 dənə cüt ədədlərdir də, onun içində 6-lar da var. Onda bir də dar alana baxmalısınız. A küməsində söhbət 100-dən kiçiklər gedir, elə deyil. Onda mən 100 dairəsindəki 6-ya bölənləri tapmalıyam da. Onda 6 tutaq ki, K da kiçikdir 100 olsun. K da buradan 100-ü götürüb 6-ya bölsəm, 50 bölünmüş 3. 50-ni 3-ə bölən bizə nə verəcək? Təqribən 16 tam 3-də 2 kimi bir şey verir, elə deyil. Demək ki, K-ya da 16 dənə qiymət verə bilirəm burada. K ortada 16 dənə 6-ya bölünənlər var. O 49-dan götürüb 16-nı da qaytarıb çıxanda sənə 3, 33 verəcək. Cavab 33 dənə olacaq. D variantı. Bu formada işləyim geçsin uşaqlar. Diqqətli olun buna. İndi keçişmə də deyəndə bu formada ikisi də tam ədədlərdir. X-in qiymətləri çəkin interval. Yəni mən normalda bunu intervalla verirəm, daha rahat görünür. Mənfi 3-ü almayıb, 2 burada yerləşir, 2 qiymətini alıb. Baxın, bu oldu A-nın qiymətləri, tamam mı? Aşağıda var, mənfi 2-ni almayıb, burada 4-ü də almayıb. Bunu da belə rəngləsəz, bu da olacaq B-nin qiymətləri. Kesişmə eyni olan demək deyildi, xətlər harada üst-üstə düşdü. Mənfi 2 ilə 2 arasında, mənfi 2 qiymətini alınmır, eləmi? Onu götürməyəcəksən. Mənfi 1, 0, 1, 2. İndi bu asan olduğuna görə çəkmədən də bunu demək olar. Amma uzun aralıqlar olanda bu formada düşünmək lazım uşaqlar. Bu da belə. Bunlarda da eyni şeydir. X-i aparıb yerinə qoyacaqsınız. Burada da eyni temadır. Burada birləşmədir. Tamam. İndi birləşməni izah edə mən, baxın, qaydıq Venn diaqramlarına. Venn diaqramlarını təkrar burada çəkəcəm. 2 kümə götürdü uşaqlar. Baxın, A küməsi, B küməsi, A, B. Elə bil ki, mən fikir verim, bura A olsun, B olsun, C olsun. Əgər mən A birləşmə B deyəndə həm A-da olan elemanları yazmalıyam, həm B-də olanları yazmalıyam. Bəs ortada olanları neçə dəfə yazmış olacaq? Qaytarım. 2 dəfə yazmış olacaq. Yəni, düstur olaraq N atsam bunun qarşısına, N-A artı MB çıxılmış, N-A çıx, daha doğrusu A kesişmə B formatında. Formulu budur. İndi yazsınlar, riyazi olaraq A küməsi ilə B elemanlarını yazanda A-nın B-nin elemanları bu deyil. B-nin elemanı nədir? B ilə C. İndi mən bunların birləşməsi yazanda A, B, C yazmalıyım. Görürsən? Yəni, mantıqsal olaraq toplayıb ortanı bir dəfə qaytarıb çıxmaq lazımdır. İndi getdik. Burada bir dənə diqqətli olacağımız bir dənə hissə var. O da kesişmə temasındadır. Baxın, nə edəcəyiz uşaqlar? Əvvəlcə A-nı tapanda A kimə bölünənlərdir? 3K. A-nın elemanlarını tapanda X-in yerinə 3K yazıram. 97, 4. Hər tərəfi K-ya bölürəm, 3-ə bölürəm. Onda K-nın qiyməti burada 1,3-də 1 çıxacaq. 97-ni də 3-ə bölsəm onda 3, 2,3-də 1 şəklində olacaq. Burada 2-dən başlayıb 32-yə qədər qiymət alır. Demək ki, A-nın 31 dənə elemanı var. Bura qədər aydındır. Sonra B-ninkiləri tapdıqda Y 5-ə bölünənlərdir. 5K-nı yazacağam ortaya. Bura yazacağım
2, bura yazacağım 128. İndi götürüb hər tərəfi 5-ə böləcəm. 2 böl 5, 0 ondan 4 eləyəcək. 128-i də 5-ə bölsəm, oradan mənə nə verəcək? 2, 25, 25 tam, onda 6 kimi bir şey verəcək. Tam dəqiqlə bölməmiş ola bilərəm. Burada da isə K-nın qiymətləri 1-dən başlayıb 25-ə qədər, yəni 25 dənə də B-nin elemanları olacaq. Tamam mı? Məsələ burasındadır ki, mən bunların kəsişməsini tapmalıyım. Kəsişmə tapanda mantıqsal olaraq bu geometridir. Üçgən, kənar açı bağlantılarında da eləyirik. Baxın, dar alan götürməliyim. Dar alan dediyim nədir? Mantıqsal olaraq bax, x hardan 4-dən 97-yə qədər olan qiymətləri götürüb, bax bura. Elə deyil. Bax, sonra digər isə 2-dən başlayıb 128-ə qədər qiymət götürüb. Kəsişmə harada düşüb? 4 ilə 97 arasında düşüb, elə deyil. Onda mən nə götürməliymişəm? Balaca tərəfdən böyük olanı, böyük tərəfdən isə balaca olanı götürməliyim. Məsələn, siz dar alan deyəndə kəsişmədə buna diqqət eləmək lazımdır. Demək, kəsişməni axtaranda mən əslində kəsişməni nə aralıqda axtaracağam? 4 ilə digər tərəfdən də 97 arasında axtaracağam. Biləyəm, çatdım. Buna diqqətli olmaq lazımdır. İndi mən götürürəm. Bu arada həm 3-ə, həm 5-ə bölünənləri axtarıram. Onda neçəyə bölünən? 15-ə bölünən axtarıram. Götürürəm 4 kiçikdir 15, buna bir ürəyimdən m demək keçdim. K da deyə bilərsiniz 97. İndi buradan da götürüb hər tərəfə 15-ə bölsəm, 4 böl 15, yəni 0 tam neçəsə eləyəcək. M burada qalsın. 97-ni də 15-ə bölsək neçə dəfə olacaq? 97 böl 15, 6 dəfə. 6 tam. Gerisi mənə maraqlı deyil. Tutaq yatıram, 3 falan gibisi bir şeylər gedib. Onda mən tam hissəm 1-dən başlayıb 6-ya qədər. Onda kəsişmədə də var imiş 6 dənə eleman. Demək, mən birləşməni axtaranda nə etməliydim? A-nın üstünə B-ni gəlib, qaytarıb 6-nı çıxmalıydım. 31-in üstünə 25 gələndə mənə nə verir? 56. 56-dan da 6 çıxanda 50. Cavabımızda Y variantı. Bu formada işlənir bu suallar. Bunlara diqqətli olmaq lazımdır. Xüsusən də bu kəsişmə hissəsində yaxşı dar alan götürməliyik. Digərləri də eyni versiyada işlənəcək uşaqlar. Bunların üstündə vaxt itirməyəcəm. Gəldik bu tipləri işləyəndə. Bu tipləri işləyəndə Venn diaqramı çəkin. Sadə, bəsit. Bu arada tümrəyən temasını izah edəcəm, evrensəl izah edəcəm. Bu tipli misallarda evrensələ ehtiyac yoxdur. Tümrəyən teması yoxdursa A, B yazın. A-dan B çıxmaq bura deməkdir, elə deyil. Bura 5 yazdım. B küməsinin obş içində 14 dənə var. Burada və burada 14-dür. 5 dənə burada var. Toplamda onda birləşmə deyəndə hamısını götürürəm. Neçədən oldu? 19 dənə olacaq. Və burada, məsələn, şəkli çəkirsən. A, B. Birləşmədə neçə dənə vardır? 14 dənə. A-da 9 dənə eleman var, B-də 7 dənə eleman var. Mən ortadan tapa bilərəm, elə deyil. 9 ilə 7-ni toplayıb, ortaya bir x yazın, x çıxanda 14 qalmalıdır. Aynı oldu mu? 9-dan 7 toplayan bizə nə verdi? 16-dan 14 çıxsa 2. Demək, ortada 2 eleman var. Onda bu hissədə neçə eleman qaldı? 7 dənə eleman qaldı. Bu hissədə neçə dənə qaldı? 5 dənə qaldı. Onda bizdən də nə istəyir? A çıx B, yəni bu hissə, birləşmə B çıxa, bu hissə. Toplamı da bizə 2 dənə, 12 dənə verəcək və sağ bu formada işlənəcək. Aynı oldu. Bunları, bax, gəldik bura. Deyir ki, A birləşmə B-də 30 eleman var. Çəkdim bura. Çox qəşəng çəkdim bu arada. Bax, A, B. Birləşməsi neçə dənədir? 30 dənə. Kəsişmə neçə dənədir? 6 dənə. Sonra deyir ki, A-nın eleman sayısı, əgər mən bura x yazsam, bərabərdir B-nin eleman sayısı. Elə ki, bunların hamısını tərcümə eləməlisən. B-nin də onda burada x yazmalıyam da riyazi olaraq, elə deyil. Heç nə, 2x onda bundan 24, x də bərabərdir 12. A-nın eleman sayısı, bu 12, bura 6 olduğuna görə cavab da 12 bölü 6, 18 olacaq. Bu formada işləyəcəksin. Onları tərcümə edin, cavablar otomatik çıxacaq. Gəldik ən çox sevmədiyimiz hərfli tipli olanlara. Eləmi? Bax bunlara, sözəl tipli görünür. Yenə də fərq eləməz. Şəkli çəkək. A olsun, B olsun. A çıx B bura deməkdir, 12 dənə. Kəsişməyə 4 dənə atdınız. Oldu, buranı bilmirəm nədir. Sonra bir A-nın eleman sayısı. Neçə dənə A-nın eleman sayısı? 12 dənə. 12 dənə deyil. Ortada 10 çevri olaraq bax, yaxşı. Burada 16 dənədir. Onda B-nin eleman sayısı nə qədər düşür? 8 dənə. Aha, yox. Çünki burada bərabər 2x formasını yazsan, x bərabər buna
8'dir. Orada B-nin Orada içinə 4 B-nin yazılır. burada 4 yazılır. Məsələn, indi birləşməni istəyir. 20-də. 20-də. Bu forma çox bəsit, yaxşı şəkil çəkirsən, cavab tak çıxır. Sonra uşaqlar gəldik 3 kümə bir-birinin alt küməsi temasında. Gəlin mən sizə şeyi izah edəcəm. Bir də 2 dənəsini bildik. A-nın üstünə B-ni gəldik, onların kəsişməsi ondan çıxdıq birləşmə temasında. Üçlü olanda nə olacaq? Üçlü olanda, baxın bu formada, söhbət bu formada gedir. Bax bu formada. A olsun, B olsun, C olsun. Söhbət bizdən, bunu yadda saxlayın uşaqlar. A birləşmə, B birləşmə, C-nin sayını istəyəndə. A-nı gəlirsiniz, üstünə B-ni gəlirsiniz, sonra C-ni gəlirsiniz. Sonra cüc-cüc bunların qaytarıb kəsişmələrini çıxırsınız. N-A kəsişmə B. A ilə, tutaq ki, Z-nin kəsişməsi çıx, B ilə C-nin kəsişməsi çıxdınız. Məsələ burasındadır ki, hər dəfə kəsişmələri çıxdığıma görə oldu. Zaten kəsişmələr 2 dəfə təkrarlanır, bir də çıxıram. Prosta çıxanı mən bu ortadan çox çıxmış oluram. Orta qalmır ümumiyyətlə şəkildə. Ona görə qaytarıb sonda üçünün kəsişməsini misalın üstünə gəlmək lazımdır. Belə bir formulu var. Formulu yadda saxlayın. Çünki bu qeyri-adi şeylər düşməyəcək. Direkt formulundan düzəcəksən, gedəcək. Aynı oldu mu? İdeyası bundan ibarətdir. Bir də belə bir şey deyəcəm. Alt kümə temasına baxın, 2 kümə. Bu maksimum temalarında çox çıxır qabağımıza, sözəl tipli, mantıq yönümlü sorularda. Buraya A yazın, buraya B yazın. Kim kimin alt küməsidir? A, B-nin. Bəli, içəridə yerləşən böyüyün alt küməsidir. A, B-nin alt küməsidir. Bu belə, aydın oldu. İndi, baxın, bizə sual verəcəklər ki, A birləşmə B. Birləşmə hər şey deməkdir, elə. Onun cavabı nə olacaq? Bax, belə götür. Yox, bura A yaz, bura B yaz. A küməsinin elemanı kimdir? A'dır. B küməsinin elemanları kimdir? B. B deyil. A, B. A, B'dir. Onda bunların birləşməsi mən nə verəcəm? 2 üstə gəlsin B. Sən sayla qarışdırma. Kümənin elemanlarını soruşam. Onlara, bu arada belə bir şey deyim. Bunlara say olaraq baxma. Bunlara bilsən nə vaxt say olaraq baxma? Yekunda. Belə baxanda elemanmış kimi bax birinci. A elemanıdır, o birisində də AB elemanı var. Onda onların birləşməsi nə verəcək? A, B. Onda eyni olanı bir dəfə yazırıq da. A, B. A, B. Birləşmə də eyni olanı bir dəfə yazırıq. Biz bayaq niyə 3-2 olanda kəsişməni qaytarıb çıxdıq? Çünki kəsişməni 2 dəfə yazmışdıq da, bir dəfə çıxdıq. Aynı oldu. İndi burada oldu AB. AB kimin elemanlarıydı? B-nin. Məsələn, demək ki, əgər A, B-nin alt küməsi isə birləşmə dediyimiz şey onlardan böyüyünü verir. Kəsişmə dediyimiz nə olacaq onlar? Kəsişməsinə verir, kiçiyini, A-nı verir. Yadda qalar. Bu arada buna fokuslandıq. Gəldik belə. 2 kümənin birləşməsində maksimum olduğu hal, onlar ayrı-ayrı olduqdadır. Bunların kəsişmələri yoxdur da. Bu halda A birləşmə B maks haldadır. Bu dimdə də çox salmışdılar. 2021-ci ilin birinci qrupun blok imtahanında da var idi bu. A birləşmə B-nin maksimum olduğu hal, bunlar ayrı-ayrı olduqdadır. Bu zaman NA üstəgəl B olacaq. Tamam. Orta hal kəsişmə olduğu haldır, yəni bunu dəyişə bilərsən. Kəsişmə varsa maksimum soruşanda kəsişməyə ən az 1 atmalısan. Minimum soruşanda isə kəsişməni maksimum götürüb kənarlara bir atmalısan. Belə bir test olacaq. Bu aralıq halı zaten yuxarıda demişdik. Birinci halda birləşmə maksimumdur, amma kəsişmə nədir? Bu halda kəsişmə nəyə bərabərdir? 0. Bəli. Kəsişmə ilə birləşmə bir-birinə tərs asılıdır. Bu minimumdur. Biri artanda digər azalır. Amma kəsişmənin maksimum olduğu hal iç-içi olandadır. Bax, iç-içi olanda bu halda kəsişmə maksimum olur. Bizə balacanı verir. Yaxşı. Amma birləşmə minimum olur. Və mən burada gördüyüm fikir verdim. Heç üstünə A-nı gələ bilmədim. Elemanları, say olaraq. Başa sadəcə. Bu formada götürəcəksən. O sözəl tipli sorular olanlarda biraz mantık sağlar. Bax, gəl bura. Fikir ver. Bu sənə nə demək istəyir? Heç biri bir-birinə kəsişmir. Aydın oldu. Onda hamısı öz kafasına görə nəymiş? Ayrı-ayrıymış. Tamam mı?
Heç biri kəsişmirsə, cücüd. A B ilə kəsişmir, B C ilə kəsişmir, A C ilə. Onda heç biri bir-birinə əlaqəsi yox. Bunun elemanı A, buna B, buna C desəm, A birləşmə B deyəndə A ilə B-ni neyləmək lazımdır? Toplayaq. A plus B bərabərdir 19-a. İkinci halda B ilə C-nin birləşməsi deyəndə B üstəgəl C bərabərdir 16. A birləşmə C deyəndə də A üstəgəl C bərabərdir 15. Sistem rənglərim kimi düşün. Səndən hansı hərf tapmaq istəyir? B-ni, hansı səthlə mənfi atacaqsan? Üçüncüyə mənfi at, tərəf-tərəfə topla. Bu buna aparsın, bu buna aparsın. 2B bərabərdir 20 olacaq, B də bərabərdir 10 olacaq. Tamam. Bu formada işləyirsən. Gəldik bura. Oran orantını bir dənə xatırla. 3-ə, 5-ə və 4-ə bölünən bir ədədə ehtiyacın var. Nə olacaqdır? 60. Bu 60 olsa, onda bu neçə olacaq? Minimum axtarıqdır, zaten kalsız yazacaq. Bu olacaq 20. Bu neçə olacaq? 12. Bu neçə olacaq? 15. İndi şəkil çəkəcəyik. Şəkil çəkək. Bizə deyir ki, A çıx B 20 dənədir. Ən az dediyi üçün kalsız yazın, K'ya 1 verdim. Kəsişimi 12 dənədir, B çıxa 15 dənədir. Onda bunların birləşməsi nə qədərdir minimum halda? 20, 12, 15 toplayanda 47 dənə Y var. Bu formada işləyəcəksən. Əgər ki, bir növ kümə işləmirsən də şey işləyirsən, əvvəlki konuları təkrar edirsən. Məsələn, burada şəkil çəkəcəksən sadəcə. Bu məncə bunu taparsan, bu çox rahatdır. Hamısı bir-birinin içindədir. Oldu. Ən balacası kim imiş? C. İndi belə bir şey deyim, bu böyükdür işarəsini yadda saxlaya bilərsən. Elə deyil. E işarətdə. Yaxşı, oradan tut yadda saxla. Onda kim böyükmüş? Ən böyük C'dir. Ən kiçik kimdir? A-dır. Demək, A-nı ortada çəkdim. Bu A olsun. Sonra bu B olsun. Elemanın ortasına bura B yazacağım. Sonra da bu C olsun. Bu boşluğuna C yazacağım. Gəldik belə. A-nın elemanı, yəni kim? A bərabərmiş 3-ə. Bura 3 yazacağım. Razısan? B küməsində 7 dənədirsə, bu boşluğa neçə dənə yazmalıyam? 4 dənə. Bu getdi. Sonra C küməsində 10 dənədirsə, 3 yazma. aha, bura 3 yazacağım. A kəsişmə B-ni soruşur. 2 bir-birinin içində daxil olanda, kəsişmə onlardan hansını verirdi? Böyle. Niyə? Kəsişmə az olandı, yadda saxla. Birləşmədə böyükdür. Yaxşı. Onda bu A-nı verəcək. 3. Bu şey, yəni bu 3 verəcək. B ilə C kəsişirsə, balaca hansıdırsa onu verəcək. 3. B-ni verəcək. Bax, İç-içi olanda. İç-içi olanda qayda budur, yaxşı. 4 olmur axı. B-nin neçə elemanı var? 7. Sadəcə buranın əslində heç şəklə ehtiyacın yox idi. Prosto gör deyə yazdım ki, bir dənə bizə lazım olacaq da. B birləşmə C də deyəndə, birləşmədə isə böyüyünü götürür. Yəni C-ni götürür. C-də 10 dənə buradan eleman olacaq. Cavabında 20 olacaq. Aydın oldu, bu formada işləyəcəksən. Bunlar belə. Gəldik evrensel, tümləyən nə deməkdir, onu deyək. Birinci, tümləyən dim sistemində də tamamlayıcı deməkdir. Dim sistemində bunu belə işarə edir. A-nın B-yə tamamlayıcısı, ya başına belə işarə qoyurlar. B-yə tamamlayıcısı belə yazırlar. Ya da bunu C-A yaza bilərlər, C-T yaza bilərlər. Fərqli-fərqli kitablarda fərqli cür işarələnmələr var. O qədər də çox da belə önəmli bir şey deyil. Tümləyən deyəndə başına nöqtə qoyulur. Tümləyən nədir? Məndə olmayan, məndən kənarda kim var? Sox. Tamam. Məndə çatışmayan bir şey deməkdir. Məsələn, mən belə yazsam, alt-alta, iç-içinə belə deyil. Mən A küməsiyəmsə, bu boşluq var, məndə yoxdur da bu hissə. Bu hissənin adı nə olacaq? A-nın tümləyəni olacaq. Və yaxud da ki, bu hissəyə böyük demişəm də, B çıxarlar, B-nin adan fərqi yazmış olaram. B-də var, məndə yoxdur. Aydın oldu. İkisi də eyni şey deməkdir. İndi, əgər misalın içərisində evrensel kümə nədir? Hər şeyi içine alan küməyə evrensel kümə deyilir. Yaxşı, hər şey kapsayıb, bütün kümələr içindən birikdirən küməyə evrensel deyilir. Və misalın içində evrensel varsa və yaxud misalın içində evrensel haqqında heç bir məlumat verib, amma tümləmə işarəsi qoyubsa, sən %100 şəkli belə çək. Bax, məsələn, bunu çək, tamam mı? Kənarda da bunu evrenseli belə çək. Bura yaz evrensel, bura yaz A, bura yaz B. Bundan sonra misal da olur. Hətta belə elə A, B, C, bu kənara T yaz.
Tamam mı? İndi yerin obşeri düzbucaqlığının içində 13 dənə eleman var. Bu öz yerində. A birləşmə B-də, A birləşmə B, A, B, C-də elə deyil. 9 eleman varsa, bu kənardakı T neçəymiş onda? Neçə olacaq? Birləşmə 9-dursa, bax bura 9-dur. Ümumidə 13 olmalıdır. Onda boş. Aha, C 4'müş. Buranı tapdıq 4. Aydın oldu. Sonra şey deyir, kəsişmə 5'dir. Buranı 5 tapdıq. Birləşmə 9. B-imizin 8-isə C-imiz 3'dür. Və sabır 3 yazdıq. Birləşmə də 13 isə buranı tapa bilərəm də. 5, 3, 4. O da bizə nə verəcək? 8, 12. Bəli, burada olacaq. Bir formasında olacaq. İndi A-nın tümləyəni deyəndə, A-nın tümləyəni, tamam. A küməsinin üstü bağlar. A-nı bağlar. A-da çatışmayan kim var? C ilə T. Tamam. Tümləyən deyəndə, məni bağlar. Məndən kənarda kim varsa onu götür. Oldu. Kəsişməsini də götürürük. Yəni 1 ilə 5-i götürürük, o birilərini götürmürük. 3-ü 4-ü götürmürük. 3-ü 4-ü götür. Bəli. Aydın oldu. 7 dənə. Başa düşdük mü? Məsələn. İndi bir şey daha qeyd edəcəm mənimə. De Morgan qanunlarıdır. Türkçədə də bunun bir qaydası yoxdur. Din sistemində adı vardır. A-nın tümləyəni, birləşmə B-nin tümləyəni yazsan, bunu belə eləyəcəksən. A kəsişmə B-nin tümləyəni şəklində yaza bilərsən. Və indi isbatı həqiqətən yuxarıdan verir. Bu arada bu tərzdə bir şey işləyəndə A, B, C, T-yə bir eleman kimi baxacaqsan. Məsələn, A-nın elemanları hansılar desin, A küməsinin içində kimlər var? Eleman kimi baxsan. A küməsinin içində ayna, B var, gördün. Bunlara bir eleman kimi baxırsan. Amma söhbət saylamadan gedəndə onları götürüb toplayırsan. Yaxşı, amma normalda onlara bir eleman kimi baxırsan. Demək, deyir ki, A-nın tümləyəni, A-da çatışmayan kim var? C var. Sonra? T var. Aha, demək bax, bu C ilə T birləşdir. B-nin tümləyəni kimdir onda? B-ni kapat. Aynen T. Bəli, aynen T. Bunların birləşməsi A, C, T verdi. Doğru mu yazdık bir dəqiqə? Aha, A, C, T verdi. Bu bunların kəsişməsinin tümləyəni deyilmi? Aha, ortada bir dənə B var. B yoxdur. Gördün riyazi olaraq bunun B-nin tümləyəni. Aydın oldu. Yəni o eyni şey. Demək sən nə edəcəksən? A-nın tümləyəni birləşmə B-nin tümləyəni olanda elə orta istiqaməti dəyişirsən, aldığın kəsişmənin tümləyəni verir. Və yaxud tərsinə, kəsişmələrin tümləyənləri ayrı-ayrı, birləşmənin tümləyənini verəcək. Yaxşı, bu şəkildə otomatik çevirə bilərsən. Bu da belə. Bunu da demiş olduq. İndi gəl işləyək biraz mürəkkəb görünənləri. Məsələn, bu biraz mürəkkəb görünür. Elə deyil. Bunu bir dənə çəkirsən otomatik olaraq. Çəkdik. Çəkdik. A, B. Amma niyə? Tümləyin temasını görmüşəm deyə evrensel çəkəcəm. Tamam mı? İçinə A, B, C, T yaz. Əvvəlcə sayı təyin etmədən öncə bunun içərisindəki temanın nə olduğunu, hansı elemanlar olduğuna baxmaq lazımdır. A-dan, yəni A, B-dən, gördün, kümə kimi bax. Çıx deyib B-nin tümləyəni. B-nin tümləyəni kim idi? Aynen T. Aynen T. İndi bunlar iki kümə kimi baxsan, iki kümənin fərqinə görə bunda olan qalacaq, elə deyil. A gedəcək, yalnız B qalacaq misalımıza. Yəni sən eleman kimi baxırsan, demək B-imiz nəyə bərabərmiş? 3. Başa düşdü? Bu belə. Sonra məsələn ikincinin tərcüməsi. A-nın elemanlarıyla A ilə B ilə kəsişdir deyir. B-nin tümləyəni. B-nin tümləyəni kim idi? Aynen T. Aynen T. Bu kümələrin kəsişməsi mənə nə verdi? A-nı verdi. Demək A da nəyə bərabərmiş? 4-ə. Başa düşülür? Sonra B-nin də kümə olaraq burada 9-sa C-miz 6'dır. 6'dır. Başa düşülür? Bizə də birləşməni istəyir. T-yə ehtiyac qalmadı. Bunların birləşməsi də cavab da 13. Başa düşüldü? Onlara nə zaman eleman baxacaqsan, nə zaman kümə kim baxacaq. Gəl bunu eləyək. Məsələn, A da B də bir evrensel içindədir. Bunu verməsə belə tümləyənləri görürəm. Oldu. Bir dənə şəkli çəkərəm. Tez bazar düzdür. A, B, bura evrensel. İçlərini götürüyoruz. A, B, C. Tamam. Sonra doldur da. Bura bir dənə tiyat. Bunu necə çevirə bilərəm? Bu dəqiqə dedim. Bunu tərsini belə orta istiqaməti dəyişərək belə yaza bilərəm. Yəni birləşmənin tümləyəni nəyə bərabərdir? 4-ə. Ona kim 4-dür? B 4'dür. Yox, birləşmənin tümləyəni kimdir şəkildə? T'dir. T onda 4'dür. Gördün?
bu məlumatı yazmış olduq. Bu getdi. Aynı oldu. Sonra evrensel ümumiyyətcə 35-dir. Bu qalsın. Onda birləşməmizin qiyməti bilir ki, 31 dənə olmalıdır burada. Elə deyil. Burada 31 dənə var. Qalsın. S'miz A-nın 18 tümləyəni dənədir. kimdir? A-nın tümləyəni kimdir? S ilə 4-dür. 14-dür S. Aha, bəli. İkisinin cəmi 18 falan. B-nin tümləyəni 16-dırsa, onda aynen TV 4-dür. A-mız 12-dir. 12. Birləşmə 31 isə B-miz nədir? 12, 14, 26. 5. Bəli. Bizdə də kesişməni istəyir. 5. Aydın oldu. Bu çox düşən bir sualdır. Bunları bu şəkildə işləyəcəksən. Bu da məsələn, bunu necə tərcümə edəcəksən direkt? A birləşmə B-nin Çöldən tümləyəni. Yəni T-miş, elə deyil. Cavab çıxdı, buradan dolduracaqsan. Bunlar bu şəkildə işlənəcək. Sonra gəl, bir də şey deyəcəm mənə. Bu temalar var. Belə deyək də, mən və məndən başqa hər şey, hamısı birləşib nəyə yaradır? Dünyadan başqa bütün planetlər birləşib nəyə yaradacaq? Evrən yaradacaq, elə deyil. Demək, mənim üstümə, məndə olmayanları gələndə evrən verir. Mənim tümləyənim evrəni əmrə gətirir. Aydın oldu. Demək ki, burada götürüb bu tipli sorularda yuxarıdan aşağıdan toplasan, neçədən evrən yaratmış olacaq onda? Bax, bununla bu birləşəcək bir evrən, bununla bu da birləşəcək 2 dənə evrən olacaq. Bərabərdir 18, onda evrensəlimiz 9 olacaq. Tamam? Birləşmə 6-dırsa, bax. 6-dırsa, Bura 6-dırsa, tümləyən 3 qalır. Başa düşdü? Bu bir formada işlənəcək. İndi bunu eləyəcəksən. Gəldik bura. Bu nə deməkdir? Evrensəl 40-dır. Yuxarıdakı bu məlumat nə deməkdir? O deməkdir ki, aynen B-nin birləşməsi ilə evrəndir. Kənarda kim yoxdur? T yoxdur. Yaxşı. Yəni bunu çəksən, məsələn, kifayət eləyəcək. Bu məlumatı verməsə, %100 kənarda bir T-ni mütləq qoymalısan. Yaxşı. Bu belə. Evrenin, yəni bunların birləşməsi demək 40 imiş. İndi gəl bunu tərcümə edək. A, B yazaq. Sən A, B, C yaz. Oldu. Yazdıq mı? Gəlirsən indi bunu tərcümə edirsən. A-nın elemanları, yəni A, B, kəsişdir deyir bunu kimlə? B-nin tümləyəni kimdir? A. Məsəl. Bunların onda kəsişməsi nə verdi? A-nın özünü verdi, elə deyil. A-da onda 17-ymiş, bura 17-ymiş. Başa düşürdür, bu getdi. Məsələn, bura baxırsan, B-nin elemanları B, C kəsişdirdir kimlə? A-nın tümləyəni. A-nın tümləyəni kimdir? C. Bu nə verir mənə? C-ni verir. C-miz onda 13-ymüş. İndi səndən B-ni tapmalısan ki, ya da A-nın istəyir. Orta 10 olsun. Səndə 27. Tamamdır, bu formada şəkil çək, cavabın oradan çıxacaq. Sonra, ben mesela bu X'li falan sen gözler X gördüm. Müəllimə X vardı, o nə danışır, orada nə var falan. Yüz ifadəsi var. İndi heç nə, şəkil bir dənə çək. Şəkil çək. Tümləyən falan yoxdur, görürsən. Heç kənara heç nə yazmayacağım. A yazdım, B yazdım. A-nın içərisində 3x plus 2 sayda elemanı var. Burada 4x plus 5 var. Kəsişmədə 10 dənə var. A-nın deyir, onda bura nə yaza bilərəm? Bir dəqiqə. A-da olan elemanlar, yəni 3x plus 2 bərabərdir B çıx A-ya, bura. Mən bura, ümumiyyətlə gəl buranı da buranı tapaq. Bura 3x minus 8 yaza bilərəm. Bura nə yazım onda? Bura 4x minus 5. Aydın oldu, qatar kodlarını yuxarısına almalı. O da mənə deyir ki, A-nın eleman sayısı 3x plus 2 bərabərdir B çıxar. B çıxar nə qədərdir? 4x çıx 5. Bu buna bərabər. X də buradan bərabər 7 oldu. Şu X-i 7 tapdım. O da məndən şey istəyir. Və heç bu məlumatı vermişim. A çıx B-ni istəyir. 3x minus 8 istəyir. 21 çıx 8. O da nə verəcək? 13 verəcək. Aydın oldu. Bu formada işlənəcək. Bunlar da belə. Gəldik oran orantını nə xatırla. A kəsişmə B 2-yə bərabərdir. Amma 2K ilə düşür. 3K və 7K-ya bərabərdir. Bu biraz sorunun bir zoru var ya, bu zor sorudur. Gəldik bura. Bu belə. A yazaq, B yazaq. Kənarda bir evrensel tümləyəndə T-ni də yazmaq məcburiyyətindəyik. Yaxşı. A, B, C. Demək, A kəsişmə B neçə K-ymış? Bura 2K-ymış.
A-nın tümləyəni kimdir? Bax, tək bunları tərcümə eləməlisən. Şəklə görə A-nın tümləyəni kimdir bizdə? C ilə T. C ilə T-ni deyir, kəsişdirdik B ilə. Yəni BC ilə. Kəsişmə nə verdi? C. C onda 3 qaymış. Tamam mıdır? Sonra gəldik, bunu tərcümə eləmişdik də. Bu A kəsişmə B-nin tümləyəni deməkdir, elə? Yəni bu 7K-ya bərabərdir. A kəsişmə B-nin tümləyəni də A üstə gəl, C üstə gəl T deyil. Bu 7K-dır. Mən C-nin neçə olduğunu bilirəm. C neçə K-dır? 3K-dır. A üstə gəl T ona 4K-dır. Bu qalsın belə. Tamam mı? Gəldik bura. B-nin tümləyəni kimdir? A ilə T. O nəyə bərabər edir? Demək bu şey 12-yə K-mız bərabər üçdür. edir. K-mız 3'müş. Hər şey tapdıq da. K-mız 3'dürsə, bizdən də kəsişməni A ilə istəyir. B-nin birləşməsini istəyir. Kəsişməsini O istəyir. kəsişməsini istəyir. O da bizə verəcək onda 6. 6. Başa düşdük? Bu formada işlənir. Bunlar belə, bunlar hamısını işləyəcəksən bu şəkildə. Gəldik bu formaları işləyəndə nə edəcəksən? Sözlər. Yəni test verəndə bir Venn diaqramlarının doldurulması ilə bağlı bir şeydir. Biri də ki, məsələn, atıram bu formada bir şey versə, şəkli çəkmə məcburiyyətindəsən. Şəkli bir dənə çək. Deyir ki, A və B-nin birləşməsindən çıxdır kəsişməni. Yenə A, B, C adlandırır. Burada A, B, C-dən çıxacaqsan kəsişməni. B-nin çıxanda A, C qalır, elə deyil. A nə deməkdir? A çıx B, birləşsin B çıxar. Cavab C. Əslində cavablarla işləyə bilərsən, amma şəkil çəkib daha rahat gör. Aydın oldu mu? Məsələn, bu anormal görünür. Fikir ver. Gəldik bura. Şəkil çək. Bu M olsun. Bu da N olsun. A yaz, B yaz, C yaz. Kəsişmələri bizə nə verir? Şəkildə B. kəsişmə B verir. Bunu birləşdir. B-nin tümləyəni kimdir? M-in tümləyəni kimdir? C. C. C ilə birləşdir deyir. M-dən N-i çıxanda kim qalır? M-dən N-i çıxır. A. Sonra demək bunun da cavabı C oldu, elə deyil. Onu da götürüb B ilə birləşdir dedi də burada başdan. O da yekunda mənə A, B, C verdi. A, B, C nə deməkdir? M-dən N-in birləşməsi. Aha, birləşməsi. D variantı. Hə, indi burada biz tümləyin atmadıq bu arada. Burada tümləyin temasını ataq. Çünki burada iki cavab var. Birləşmə də verər, evrən də verər. Biz işimizi bir dənə garanti eləmək üçün bir dənə burada bir teyin atmalısansa. Sual təkrar çöz. B-nin tümləyəni kim? M-in tümləyəni kimdir? M-in tümləyəni C ilə T. C ilə T. Gördün? Bunu da birləşdir. A, M-dən də N-i çıxanda A qalmışdı. Cavab A, C, T buradan verdi. B də öndən verdi. Aydın oldu. Demək cavab evrən imiş, birləşmə deyilmiş. Tümləyə gördün, işini garantilə. Yaxşı, mütləq teyini atmaq lazımdır. Bunları bu şəkildə işləyəcəksən. Bunları bu formada işləmək lazımdır. Hamısını tək-tək çəkəcəksən şəkil olaraq hər şey. Sən istəyirsən bir dənəsini eləyək. Bunu da eləyək. Evrensəldə çəkiliyor. Evrensəl çəkib T-sini də hər ehtimala qoyuruq. Oldu. A, B, C. Əvvəlcə bunun içərisinə biz şey olaraq baxırıq. Elemanlar olaraq. A-dan B-ni çıxanda kim qalır? Möhtərizələr tək. A qalır. A-nın tümləyəni deyəndə A-dan A elemanından B, C, T. B, C, T. Bunun cavabı olur B, C, T. Onu kəsişdir deyəcəksən. Sonra baxarıq. Oldu. İndi A-nın tümləyəni kimdir? C, T ilə birləşdir B-ni. B, C. O da bizə nə verir? Bu bizə nə verəcək? Birləşməsi. B, C, T. Eleman olaraq baxdıq. Aydın oldu. B, C, T. Bunların kəsişməsi bizə nə verdi? B, C, T. Öyle B, C, T-ni verdi. B, C, T. B, C, T-də nədir? A-nın şeyi. Tümləyəni. Cavab B variantı. Yaxşı, bu formada yaz ki, işin garantilənsin. Bunları bu formada işləyəcəksən. Sonra misallarda Z və R verməyəndə işimiz biraz əngəllidir. İmənli ədəd oxu çəkmək lazımdır. Yaxşı, ədəd oxu çəkəcəksən. A-nın elemanları haradır? -2-dən hara qədər? 7-yə qədər. -2-ni alıb 7-ni almayıb. Bu A olsun. B-nin elemanları isə 4-dən başlayıb 4-ü alır, 10-dan başlayıb 10. Eşitsizlik işləyirsən. Birləşmə deyəndə hər şey götürməlisən. Ən uzun aralıq. Kəsişmə desək nə götürəcəkdir? Ən qısa aralıq. Yəni 4-7-ni götürəcək. Üst-üstə düşməyə yaxşı. 7-ni bu arada almayacaq. Çünki birində var, birində yox.
Amma birləşmə deyəndə hamısı mənfi Dörd, 2-dən ona qədər. Mənfi 2-dən İki də. Obş uzunluq götürəcək. İndi bir də belə bir şey soruşaq. A çıx B deyər. Yalnız A-da qalanlar. Mavi hissədən qırmızı hissənin payına düşənləri çıxandan sonra mavi hissədə kim qaldı? Bu aralıq. Cavab olacaqdır -2, 4. Yaxşı. Amma məsələn 4-ü almayacaq. Səbəb B 4 alıb baxın. B onu məndən apardı. Aydın oldu. B çıxa desəydi onda nəyə götürəcəkdi? B çıxa desinə götürəcəkdi. Onda qırmızı alanlar 7-dən ona. 7-ni alacaqdı, almayacaqdı. Alacaqdı çünki apar. Bəli, qəşəng super tutdum. 7-dən ona. Başa düşdük, testlərdə bunlar var, bu formada işlənəcək. Gəl indi sonumuzun bir tək şeyimiz qaldı, şəkillər. Şəkil bu forması hər zaman var, elə deyil. Məncə bunları işləyə bilirik, həmişə doldurulmanı eləyə bilirik. Burada nə olacaq? Bu tipli sualların biri bu formada gələcək. Hə, sən dediyin kimi anormal ən uzun variant sən testinin cavabıdır. Amma biraz əziyyətə salaq da özümüzü biraz yoraq. Demək, bu doldurulmanı bilirik. A birləşmə B deyəndə Y-dən başqa hamısı var, gördün. Sonra ondan da C-nin payına düşən çıx deyəndə, hə, o Y-dən başqa yarışır. Bir dəqiqə, nə deyir bu? A birləşmə B-dən C-nin payına düşənləri silir. Bunları sil. A, B, G. A, B, G var. Bunlar belə. Gəldik bura. Rənglənmiş hissə həmişə kimə aiddirsə, ondan rənglənməmiş hissəni silməlisən. Əslində cavablarla işləmək olur. Mantıqsal olaraq bu pay var, bu hissə. Kimlərə aiddir? B ilə C. B ilə C-nin nə idi? Ortağı, birləşməsi yox. Kəsişməsi, üst-üstə düşən alanıdır. Bundan çıxıblar, bu balaca yeri, bura. Bura kimin payına düşən hissədir? A-nın payına. Cavab A variantı. Anladım. Cavablarla işləmək. Məsələn, kəsişmə kimə aiddir? Yəni, o rənglənmiş hissə kimə aiddir? Kimlərdə var? A ilə C-də. A ilə C-nin kəsişməsidir. Tamam mı? Bundan çıxıblar, bu üçgənin payına düşən hissəni. Cavablarla işlə çıxacaq. Sonra bu hissə komple kimdən çıxılıb? C-dən çıxılıb. C-dən çıxılıb. Hara çıxılıb? Bu hissə. A ilə B-nin kəsişməsi. Salam. C-dən çıxılıb kəsişmə. Baxıram ortada. B-dən çıxılır. Kimlər çıxılır? Bir də A qalır. Aha, indi mantıqsal olaraq baxanda şeydir. Bax, A ilə C-nin nə çıxılıb burada? Birləşməsi çıxılıb. Tamam. Aşağıdakı variantlarına işləyirsən. Bunlar. Gəl məsələn buna baxaq. Yuxarıda kim var? Rənglənmiş hissə sırf A-ya aiddir, elə deyil. A çıxılmış, onda C olacaq mı? Yuxarı hissə bunu verir, bax, A çıxacaq. Sonra aşağı hissə də B-nin payından kimi çıxırlar? C-nin. Yox, C-ni çıxmayıblar. B-nin payına A-nı çıxırlar. A-nı çıxırlar. B-dən A-nı çıxırlar. Belə bir şeydir, elə deyil. Variantlarla işləsən sənin daha rahat olacaq. A variantı deyil. Aynen C-nin kəsişməsi desəydik, bu hissəni götürəcəkdik, elə getdik. A deyil. A birləşmə B. A birləşmə B üçgəndir. Və buradır. Buradan çıxıblar C-nin payına düşən silirlər desəydilər. Komple aşağı silməliydi. Bu da getdi. B kəsişmə. B ilə A-nın kəsişməsi mənə bu hissə verib, elə deyil. Birləşdirib. Birləşdirəndə olmalıydı, amma öyle bir şey yoxdur. Aynı oldu. Sonuncu yoldan baxaq, o da olmasa ortadakı tümləyə D variant. A birləşmə B-dən, yəni komple bura və buranı götürməliydik, elə deyil. Kəsişdirsəydik C ilə, onda komple bu hissəni rənglərdik, yuxarı qalardı, elə deyil. Burada bu gedib cavab D variantı. Tamam, bu formada işləyə bilərsən. Gəl bir dənəsinə baxaq. Burası bir dənə şey daha sonuncunda deyəcəm. 9-cu suala bax. Rənglənmiş hissə B-yə aiddir. C-yə də aiddir. A-da da var. Yox, C-yə aid deyil. A-da da var, B-də də var. Demək, aynen B-nin nəyi olardı bu hissədə rənglənmiş olsaydı? Aynen B-nin üst-üstə düşən yer olmazdı. A, B, C. Bax. Bu hissə rənglensəydi, bu düz bucaqlı dairəsindən keçib alanı rənglənsən sadəcə. Onda aynen B-nin kəsişməsi olardı, bu hissə üst-üstə düşmüş hissə olardı. Sırf götürüb C-nin payına düşənsinə çıxırlar. Cavab B variantı. Başa düşürdü. Cavab vardı. Nə olacaq dedik? B variantı. Kəsişməsi. Daha doğrusu A variantı. Birləşməsi.
Kəsişmə götürürsən. Çıx, yaxşı. Bir də belə sonuncu belə bir şey deyəcəm. A birləşmə B, tutaq ki, kəsişmə C olsun. Paylamaq xassəsini istifadə edə bilərsən. A ilə C-ni kəsişdirərsən, B ilə C-ni kəsişdirərsən, sonra götürüb bunları birləşdirərsən. Yaxşı? Aydın oldu. Bu şey Bəli, orta olanı çıxarırsan. Bəli, belə yazsam, A birləşmə B, kəsişmə tutaq ki, A birləşmə C. Hər ikisində kim var? A. A birləşmə teması var, gördün? A birləşməni çıxarardın, qalardı B kəsişmə C. Anladım. Aydın oldu. İşarəni dəyişən şey bir tümləyəndir, bir də fərq temasıdır. Fərqdə nə deyəcək? Məsələn, A çıx B yazacaq, oldu. Birləşdir yazacaq, tutaq ki, A çıxılmış C yazacaq. Adam elə bilər ki, A çıx C-ni götürüm, A çıxılmışı götürüm. Nə yazım? B birləşmə C yazım, elə deyil, olmaz. Buranı kəsişmə ilə, tümləyən temasındakı kimi. Orta istiqamətləşmək lazımdır. Yəni sən götürüb A küməsindən çıxacaqsan B ilə C-nin kəsişməsinə. Yaxşı? Atıram bura kəsişmə olsaydı, onda orta istiqamətə dəyişib birləşmə yazmalıydı. Bu tema bir də nədə var idi? Tümləyəndə. Tümləyən fərq orta istiqaməti dəyişir. Sökümələr teması bundan ibarətdir. Sadəcə işləmək lazımdır. Bunlarda aşağıdakı cavablarını doldurmaq lazımdır. Məsələn, gəl bir dənə də bunu eləyək. Çox düşür, elə deyil bu. A kəsişmə C kimdir? A ilə C-nin kəsişməsi K idi. Elə deyil. B-nin tümləyəni deyəndə B-dən başqa hər şey. Yəni A, B, K, C, D. Elə deyil. Onları da götürüb kəsişdirsən, sənə nə verəcək? K. Sadəcə K. Cavab alayım. Tamam mı? Bu formada ümid edirəm ki, bu bitdi. Aydın oldu bugünkü izahlar.